Milli Məclisdə Əmək və Sosial Siyasət və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsi müzakirə olunub. Ölkənin iqtisadi uğurları növbəti ilin büdcəsində sosial xərclərin artımını təmin edib. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsi məşğulluq imkanları, iqtisadi və sosial inkişaf, demoqrafik vəziyyət, əmək ehtiyatları proqnozlarına əsaslanaraq tərtib edilib. Qanun layihəsində yer alan büdcə rəqəmləri diqqətə çatdırılıb. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur. Fondun büdcə xərcləri isə 8 milyard 483 milyon 70 min manat həcmində proqnozlaşdırılır. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait bu illə müqayisədə 782,4 milyon manat artımla nəzərdə tutulub. Bunun 635,6 milyon manatı indeksasiya, digər hissəsi isə yeni pensiyaların maliyyələşdirilməsi ilə bağlı xərclərin payına düşür. İşsizlikdən sığorta fondu, yaşayış minimumu və ehtiyac meyarı da artıb. Belə ki, orta pensiya məbləği 590, yaşa görə pensiya məbləği 629, İşsizlikdən sığorta fondunun xərcləri 266,4 milyon, yaşayış minimumu və ehtiyac meyarı 300 manat təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə, 2,3 milyard manatdan 4,8 milyard manata çatdırılmışdır. Növbəti il üçün cari xərclərin əsas hissəsi 68,1%-i məhz sosial yönlü xərclərin payına düşür. 2026-cı ildə sosial yönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1% həcmində vəsait ayrılacaqdır. Bu, 2025-ci illə müqayisədə 213 milyon manat və ya 1,3% çoxdur. Bu xərclərin 89,7% və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşməklə son 5 ildə 4,4 milyard manat və ya 39,6% artmışdır. Bildirmək istərdim ki, sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaqdır. Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün gəlir proqnozlarının icrası və maliyyələşmə təminatı Hesablama Palatası tərəfindən təhlil olunub. Fond tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara gəlir və xərclərin vahid büdcə təsnifatı üzrə təqdim edilmiş layihəsi də əlavə edilmişdir. İkinci əsas istiqamət fondun gəlirləri ilə bağlı. Fondun layihədə göstərilmiş gəlir mənbələrinin məcburi dövlət sosial sığorta vəsaitlərinin Sosial Sığorta haqqında Azərbaycan Respublikası qanunun 20-ci maddəsində nəzərdə tutmuş mənbələrə uyğundur. Fondun gəlirlərinin əsas mənbəyi sığorta haqqından daxil olmalardır. Bu gəlirlər növbəti ildə də dominant mövqedədir. Komitə iclasında gələn il üçün yaşayış minimumu və ehtiyac meyarlarının haqqında qanun layihələri də müzakirə olundu. Dövlət büdcəsinin transferlərin həcminin azaldılması düşünürəm ki, növbəti illərdə əsas prioritetlərdən biri olmalı. Çünki Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı həm də Dövlət Sosial Müdafiə Fondunun büdcədən kənar daha çox vəsaitləri cəlb edilməsində özünü göstərməlidir və növbəti il Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 8 milyard 146 milyon manatı əhaliyə ödənişlərdir. Eyni zamanda əmək pensiyalarının ödənilməsi üçün ayrılacaq vəsaitin həcmi 7 milyard 992 milyon manat olacaq. 2026-cı il dövlət büdcəsində sosial xərclərin payı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb ki, bu da dövlətin sosial yönümlü siyasətinin davamlılığını nümayiş etdirir. Sosial təminata yönəldilən vəsaitlərin həcmi ümumi büdcə xərclərinin yarısına qədərini təşkil edir. Və bu faktın özü də hər şeydən öncə insanın rifahını diqqət mərkəzinə alan uğurlu dövlət modelinin, dövlət siyasətinin bariz bir göstəricisidir. Qanun layihələri plenar iclasa tövsiyə olundu. Günay Bünyadzadə, Royal Əsadov, Səkinə Bababəyova, ASTV Xəbər.